Hətta bir nəfər deyirdi, bir nəfər üçün deyirlər, çox qorxaq adam idi. Gecə də deyir, evdən çıxanda qardaşına deyirdi, məsələn, gedəyim məndən tək gedə bilmirəm. Gəlirdi, məsələn, bunu ilə çıxırdı bayra, gecədən qorxurdu da. İndi var deyil adamlar, inanmız mənə belə baxışır ki, qorxan yoxdur, niyə yoxdur? Adam var, məsələn, qəbirstanlığa gecə keçməz, qorxur da. Onsuz da heç eləyən də ölürlər orada ona, niyə necələr orada torpağına, amma qorxur. Hə? Ya məsələn, bir dənə gətir, ölünü qoy onun yanında, görsən kimsə çağırır ki, otur, söhbət edir. Söhbət üçün çağırmır, qorxur. O yazıq qala bilmir onun yanında. Adamlar qorxaqdır. Bir nəfər üçün dedilər ki, qorxaq idi, amma deyir döyüşdə Allah ona elə bir şücaət vermişdi ki, düşmənin üstünə tək canına yerdi. O bir nəfər alim danışırdı, tək canına gedirdi. Tüm hədəfi böyük idi. Allah da gördü, çalışdı, verdi ona şücaəti. Aydındır? Ruhdan düşmək lazım deyil, yəni bu istəyirəm deyim sizə. Məndə alınmır, hərdən deyiləm, məndə alınmır. Sən bir əziyyət çəkdin ki, səndə alınsın. Məndə alınmır. Möcüzə olsun da istəyirələr hər şey göydən düşsün yerə. Məndə alınmır. Necə alınacaq zəhmət? Hədəfiniz böyük olsa, məqsədiniz ali olsa, orada Allahın nüsrəti, köməyi, yardımları qaçılmazdır ki, arxayın ola bilərsiniz. Arxayın olun.